sigaret 160 milyon dolar xaricə gedir. Həm insanlar zəhərlənir, həm də pul gedir. Baxın. Ona görə Baxın, görürsünüz. məsələyə çox ciddi baxmaq lazım. Pis vərdişdən cəmaət əl çəksin. Bu xəstəlikdir, bu bədbəxtçilikdir, bu Çox pis pis vərdişdir. Bunu Prezident xalqın qayğısına qalır. İnsan orqanizminə ziyandan başlayır. İnsanların orqanizminə ziyandır. Və 160 milyon 160 milyon dolar xaricə pul Biz gedir. sigaret Biz fabrikası sigaret fabrikası ki, tikirik. xaricdən asılılıq azalsın. Gicdilaq deyə, hə? Ən Bunun başı yaxşı çatmır ki. olar ki, Buranın olsun bunun başı çatmır. asılılıq Gicdilaq deyir ki, az çəksin. sigaret cana ziyandır. Dalbayev sonra öz cibini fikirləşir. Deyir ki, Azərbaycanda sigaret fabrikası tikəcəyik. Sənin savadıva işiyim, ay İlham Əliyev. İşiyim sənin savadıva. Gicdilaq da deyir ki, öz cibimi götürəm də xiyar. O danışdığın nədir? Azərbaycanda tikdiyim fabrik